Esselamu Aleyküm ve Rahmetullah değerli izleyicilerimiz. Partlayış bir tane çekilişle karşınıza çıkmışam. Rayonda analogu hatta atalogu olmayan qəşəng həyat evi satışa çıxarmışam. Həqiqətən bakın bu evin öndən görüntüsüdür. Bu evin navesidir. Resti gəlmişəm. Ev sahibine demişəm yığış lazım deyil. Çekip satıp tez bazar gedirəm. Bakın belə qəşəng navesi zadı üstüne bakın. Bahalı dəmir şifir necə lazımdır. Evin qəşəng samovar koyup çay içmeye balkonu necə lazımdır. Ev kombi sistemi. Yani evi görəndə soruşmaq lazım değil. Nəyəsə var mı? Deməli ev var, bu vəziyyətdə hər bir şey var. Burada yayda zadda yəni sanitar qovşağı buradadır. Sanitar qovşağı sanuzeli. Yəni belə tez bazar göstərim. Duşlu zat hər bir şey var necə lazımdır. Getdik. Tez bazar. 2 gün vaxtı var. 2 günə normal adam çıxsa qəşəng qiymətə verəcəm buranı. Yox uzansa baha qiymətə verəcəm. Baxın, qəşəngcənə çox gözəl. Buradan da bir dənə belə göstərim. Çox səliqəlidir. Olmayanlara Allah qismət eləsin. Həqiqətən də şəkər kimi evdir. Baxın belə. Evin ümumi sistemi kombidir. Ev harda yerləşir? Mən bunu qeyd edeyim yavaş-yavaş. Ev Zaqatala Balakən yolun tam üzərində, Aspetrolun tam yanında. Çıxdığın mağazalar, marşrutlar, Aspetrol. Hər şey. Qabaqda da kombisi. Baxın. Qiyməti axırda qeyd edəcəm. Zəhmət olmasa axıra qədər baxın ki, qiymətdən xəbəriniz olsun. İnşallah buradan bir dənə belə göstərim. Keçim evin içərisinə. Bismillah. Evə deyil, elə bir Amerikada NASA mərkəzinə girirsən. Baxın, nə qəşəngdir, salon zat necə lazımdır. Adam girib çəkməyə hayfi gəlir, həqiqətən də. Çox gözəl. İşıq sistemlərindən ta daxili dekorasiyasına qədər ideal vəziyyətdədir. İkinci mərtəbəni göstərəcəm. Qiymətdə razılıq olsa əşyalar evdə qalacaq. Yox, o yan bu yan hay-huy nə bilim yeznəm istəmədi, qonşum istəmədi, qaynım istəmədi, zat söhbəti olsa aşağı yuxarı hesab kitab eləyib əşyalar evdən götürüləcək. Əsl yeznəyə qismət olası evdir. Baxın, qəşəngcə necə lazımdır. Özümü də bir dənə göstərim. Şəkər kimi oğlanım. Bax, qəşəng, həqiqi mənada idealdır. İndi hamı deyəcək, qiyməti yəqin 2000 zaddır, 200 min zaddır. 200 min zad deyil. Saqqız bilirsiniz necə olur? Saqqızın zavodu var, saqqız zavodun qiymətinə. Getdik, ikinci mərtəbəyə çıxıram, qəşəngcə baxın. Pilləkənlər zad necə lazımdır. Üstdən də bir dənə belə göstərim. Baxın, həqiqi mənada çox gözəldir. Bura investisiya üçün iyala bir yerdir. Gündəlik otel kimi istifadə edə bilərsiniz. Gündəlik kirayə vermək üçün istifadə edə bilərsiniz. Hər cür istifadə eləmək olar. Baxın belə. Balkonu bir dənə göstərim. Baxın. Qəşəng. Balkonu necə lazımdır. Burada dağlara baxa-baxa qəşəng bir dənə çay içirsən. Baxın. Yola baxın. Yox, gördünüz? Zaqatala Balakən yolunun üzərindədir düz. Qabaqda Aspetrol zad da var. Hər bir şey. Belə otaqları Allahın izni ilə. Otaqlar da boldur. Solda bir dənə otaq. Bir dənə yataq otağı. Nəysə, saç da yoxdur. Baxın. Belə göstərirəm qəşəngcənə. Çox səliqəli. Belə bir dənə göstərim Allahın izni ilə. Çox gözəl. Gedək digər otağa. Axıra qədər baxın. Yaxşı bir dənə qiymət deyəcəm. Solda da bir dənə otaq var. Gördüyünüz kimi. İşıq yanır mı? Ha, yandırdım. Baxın, solda bir dənə belə qəşəng otaq. Evin ümumi dizaynı həqiqətən çox qəşəngdir. Çox gözəldir. 2 sot torpağın içərisində yerləşən bu ev gələcək üçün və qazanc üçün idealdır. Dediyimiz kimi qiymətə razılıq olsa əşyalar evdə qalma ehtimalı %90%'dir. Burada yuxarıda da sanitar qovşağı və sanuzeli. Belə göstərim necə lazımdır, qəşəng. Çox super, çox əlaçı. Deməli, buranın qiyməti 170 bin deyil, 165 bin deyil, 160 bin deyil, 157 bin də deyil. Cəmi 155 bin manata. Bunu mən qeyd eləmək istəyirəm, bu yolun üzərində ən azı 6-7 mindir bir sotu. Görün, tək torpağın qiyməti nə qədər eləyir. Və ümumi şəkildə qazı, suyu, işığı, interneti, marşrutlara mağazası olan bir ev. Cəmi 155 minə təklif olunur. Qiymətdə reallıq olsa, qəşəngcənə ev sahibi deyib ki, yaxşı mürəbbə ilə, zadla çay verib, qiymətdə plus-minus eləyəcəm. Allah malınıza, mülkünüzə bərəkət versin. Selamun Aleyküm və Rəhmətullah. 155 bin manat son.